Və həmçinin qardaşlar, dəvətləmək şərəfli bir yoldur, insanları haqqa çağırmaq və çətin bir yoldur, əsl kişi yoludur. Muhammed sallallahu aleyhi ve sellem və onun sahabələrinin yoludur və böyük əhl-i sünnə alimlərinin yoludur dəvət. Və Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, kim yaxşılıq etməyə və insanları pislikdən çəkindirməyə qadir olarsa, amma bunu etməzsə Allah təala onu cəzalandıracaq qiyamət günü. Allah təala onu soruşacaq qiyamət günü. Və həmçinin Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, insanların arasında olub, onlara yaxşılığı əmr edən, onları pislikdən çəkindirən insan cənnətə daxil olacaq. Və Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, öncəkilərdən bir qövm var idi. Allah təala həmin qövmə qəzəbləndi. Və bir mələyi göndərdi, dedi ki, ged o məmləkəti, o kəndi dağır, məhv elə onları. Və o mələk gəldi, yenidən qayıtdı Allaha, dedi ki, ya Rabbi, orada bir nəfər var, sənə ibadət edir. Ne edeyim onunla? Allah təala dedi ki, birinci ondan başla. Dedi ki, niyə ya Rabbi? Dedi ki, çünki o pis qövmün içində yaşayır. İbadəti ancaq özü eləyir, çəkilib bir kənara ibadətin eləyir, insanları yaxşılıq eləmir. Yaxşılığa çağırmır insanları, insanları pislikdən çəkindirmir. Birinci ondan başla. Səndən ötürü 5.000, 10.000 kilometr uzaqlarda olan sən ibadət eləyəsən deyə sahabələr ayaq-yalın, başı açıq, yarı az, yarı susuz yollar gətiriblər. Gəliblər, dəvət eləyiblər bu torpaqlarda. Onda onlar da çəkilərdi qırağa, onlar da oturardı evdə. Rahat olar da yərdi, içərdi, ailələrin yanında olardı ki, mənə nə filan kəssən. Elə olmayıblar. Gediblər, ölümü gözlərini alıblar. Gəliblər, bu yerlərdə dəvət aparıblar. Ona görə qardaşım, Allah təala sizə bərəkət versin. Dəvət məsələsi həssas məsələdir.